Salamünaleyküm. Mən bugün sizlərlə İran-İsrail müharibəsindən danışmaq istəyirəm. Müharibə necə oldu və bizim Azərbaycanın günahı nədir? Bəli, İranda yerindən duran siyasətçi də, jurnalist də, molla da, axund da hamı bizi söyməyə çalışır. İranın nə problemli işləri var, hamısına Azərbaycan günahkardır sanki. İran bizi ittiham eləyir. İsraillə münasibətimizə görə, bəli, İsraillə bizim münasibətimiz sizinlə ermənilərin münasibətindən irəli gəlir. Biz İsraillə dar günün dostuyuq. Siz erməni ilə dostluğunuzun səbəbini izah eləyə bilmədiniz. Biz İsraillə münasibətlərimiz, strateji müttəfiqliyimiz 2-ci Qarabağ müharibəsində onların bizə verdiyi, hətta heç kimə satmadıqları dəmir qübbəni yalnız Azərbaycana satdıqları məlum oldu. Bu müharibə 2-ci Qarabağ müharibəsindən sonra həmin o silahlardan istifadə etməklə biz Abşerondan durub işğal altında olan Qubadlıdan keçən o Akara körpüsünü vurduq. Sizin müharibədə belə bəlli oldu ki, sizdə də həmin raket sistemindən var. Biraz ola bilər dəqiqliyi eyni olmasın, ancaq dağıtıcılığı heç də ondan geri qalmayan həmin supersonik raketləriniz var, uzaq vuran mənzilli raketləriniz var, amma siz o raketlərdən bizə vermədiniz. Müsəlman, din, şəriət və təriqət qardaşımız İran bizə vermədi. Siyonist dediyiniz ölkə isə bizə heç kəsə satmadığını, dəmir qübbəni bizə satdı və biz onunla nəinki Mingəçevir su anbarını, Gəncəni, Bakını, yaşayış məntəqələrimizi, əsas strateji obyektlərimizi qoruya bildik. Ancaq siz siyonist dediyiniz ölkə bizə deməli, əlindən gələni yardımı elədi. Bizim qardaşımız, din qardaşımız, şəriət və təriqət qardaşımız İran isə həm də qonşumuz müsəlman bizə o silahlardan özündə olan, məsələn, Xeybər silahı burada sonuncu nümayiş elətdirdi, dağıcılıq qüvvəsi göstərdi, bəzən müharibələr şərəf gətirir. Məsələn, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan necə şərəf gətirdisə, özünə qalib bir xalq kimi, qalib ordunun ölkəsi kimi sizin müharibə, İsrail-İran müharibəsində bəli, dağıntılara, bitkilərə baxmayaraq, hətta Amerikanın köməyi olsa belə İran ləyaqətli düşman olduğunu nümayiş etdir. Bu bizi sevindirir. Bəli, siz bizlə din, əqidə, sirdaş, qonşu, qardaş olmağınıza baxmayaraq biz İsraillə müttəfiqik. Bəli, bizim müttəfiqliyimiz sizin dediyimiz kimi ermənilərlə hansı sizin əlaqələriniz var, hətta İran dini lideri o vaxtı çıxışında birində demişdi. Tək İran lideri yox, prezident də demişdi ki, biz təkcə Ermənistanla qonşu deyilik. Biz daha möhkəm bağlarla bağlıyıq. Görünür, kökü nəzərdə tutur. İndi bilmirəm. Hər halda insan kökü ilə vuruşa bilməz. Yəqin ki, köklər eyni gəldiyindən biz o işə müdaxilə edə bilməm. Mən tarixçi ya antropolog olmadığım üçün çox da dərinə getmək istəmirəm. Ancaq söhbət mövzu bugün İranın 2-ci Qarabağ müharibəsində bizə satmadığı, vermədiyi raketlərini biz özü dar günündə İsrailə qarşı istifadə elədi. Hətta nəinki İsrailə qarşı, hətta Amerikanın bazalarına qarşı istifadə elədi. Hədəf dəydi, dəyilmədi, o vacib o deyil. Vacib odur ki, həmin raketlər, dağıdıcı qüvvəsi çox olan raketlər sizdə olduğunuz halda siz qardaş bildiyiniz, sirdaş, qonşu, min illiklərdən bir yerdə yaşadığınız bir qardaş xalqa ona qıymadınız. Amma siyonist dediyiniz həmin özünün ən müasir raket sistemini Azərbaycana verdi. Və biz onunla Qarabağ müharibəsində şanlı bir müharibə yolu ilə özümüzün torpaq bütövlüyümüzü bərpa elədik. İranda biz, İran böyük dövləti, biz böyük dövlətlərin, Amerikanın, məsələn, Rusiyanın, İranın, hətta Türkiyənin siyasi məsələlərini həll eləyə bilmərik. Sizin siyasi məsələlər bu böyük dövlətlər arasında olan bizi bu siyasətə qatmayın. Biz balaca kiçik region dövləti, bəli, qürurlu dövləti və bizim çox da dərində işimiz yoxdur. Biz üzdə də üzə bilərik.
Biz problemlərimizi özümüz həll edirik. Siz də öz problemlərinizi özünüz həll edin. Azərbaycana bu işə qatmayın. Siz qardaş, din qardaşı, əqidə və təriqət qardaşı, qan qardaşı olmağınıza baxmayaraq, ancaq siz bizə dar gündə, amma siz öz silahlarınızı dar gündə özünüz üçün istifadə elədiniz. İsrail isə bizə dar gündə istifadə etdiyi silahları, dəmir qübbəni, loranı, hansı ki Abşerondan durub biz işğalda olan hələ Qubaddan keçən Akara körpüsünü vurduq və Ermənistanla Qarabağın əlaqəsini kəsməyə çalışır həmin o raketlərdən. Belə məlum olur, sizdə də həmin raketlərdən oxşarı da olsa var, uzaq mənzilli raketlər var, amma siz onu bizə satmadınız. Armağan etməyi demirəm, qardaş olaraq, amma satmadınız.